Əziz dostlar, TopTalk rubrikasında sizi xoş gördük. Bu dəfə qonağımız bizim dostumuz və İpək Araşdırma Mərkəzinin həmtəsisçisi Türkan Bozqurddur. Türkan Bozqurd hal-hazırda Kanadada yaşayır. Əsasən gender bərabərliyi və etnik azlıqların hüquqları sahəsində tədqiqatlar aparır və sözsüz ki, Ə, əsas fokusu İranda yaşayan etnik Azərbaycanlılar, orada baş verən siyasi, sosial və sair mövzulardır. Türkan xanım, xoş gördük. Sizinlə yenə görüşüb danışmaq bizə həmişə xoş təəssürat verir. Necəsiniz? Selamlar Reşit Bey. Size ve Toplu Başarı Merkezi'ne çok teşekkür ederim. Burada olmak benim için de çok hoştu. Sağ olun. Türkan xanım, sözsüz ki, mövzumuz İran və İsrail arasında baş vermiş bu sonuncu ə, eskalasiyadır. Əsl müharibə demək olar. Əvvəllər heç vaxt bu iki dövlət bir-biri ilə bax belə kəllə-kəlləyə gəlib müharibə aparmırdı, amma ilk dəfə düzü keçən il də iki ölkənin bir-birinə raket hücumları olmuşdu, amma bu səviyyədə deyil idi. Əvvəla bax bir çox ekspertlər, həm bölgədə yaşayanlar, həm Avropada, həm Amerikada müxtəlif ekspertlər baş verənlərə siyasi, geosiyasi, hərbi cəhətdən qiymət verirlər. Amma xaricdə yaşayan bir Güney Azərbaycan olaraq sizin baxışınız necədir baş verənlərə? Bəli, əslində siz dediniz kəllə-kəlləyə gəlirlər. Məncə o düz deyil. Çünki İsrail tamamilə İranı vurub dağıtdı. Yəni öyle birinci gündən başlayanda Sipahın ən yuxarı olan insanlarını öldürməsi və çox targeted olması bu atakların. Yəni siz əminəm görübsünüz apartmanın içərisində, otaq içərisində direkt girib onları vurmaqları Evet. və başta başlayanda çox civilian casualty yani o normal insanların ölmemesi ve onların hiçbir şekilde zarar görmemesi bence aslında İsrail için çok büyük bir başarıdı. Çok büyük bir uğurdu ve aynı zamanda İran için de utanç verici şeylerden birisidir. Yani illerde siz dediğiniz için böyle bir çekişinin böyle bir muharebenin sözlü daha çok muharebenin içerisinde olmak ama ahırda da böyle utandırıcı bir vəziyyətdə olmaq ki, sən öz millətin ilə qoruya bilmirsən, durumuna gəlmək çox qorxunc bir şeydir əslində. Eyni zamanda bunun birinci günlərdən daha sonra sizin dediyiniz şəkildə escalate olması, böyüməsi və bir müharibə e, e, yə gəlib çatması bizim millət üçün çox qorxuncuydu. Gələcəyimizin necə olacağını bilmədiyimiz bir durumdaydı və bunun qorxunc olmasının səbəblərindən ən böyüyü də buydu ki, o millətin seçdiyi bir müharibə, milletin seçtiği bir inqilab değildi. Çünkü bunu hem Amerika hem İsrail devletleri tarafından çok denildi ki belki biz rejim çengel, rejimi değiştirmeyi istedik, Xameneini öldürəcəyik kimi sözlərinin deyilməsi. Əslində bəlkə xarici dövlətlərin elədiyi bir inqilabın gəlməsi oradakı millət üçün və Güney Azərbaycan Milli Hərəkəti üçün, diasporada olan Güney Azərbaycanlılar üçün çox tedirgin, yəni qorxunc olan şeylərdən biri idi. Çünki biz dünyanın tarixində çox görmüşük ki, xarici dövlətlər tərəfindən gətirilən bir dəyişiklik, gətirilən bir inqilab, yaradılan bir müharibə millət üçün, orada yaşayan bəzi insanlar üçün muharebeden, kan töküntüsünden, yerlerin yıkılmasından sonra yaptığı bir şey olmuyordu. Yani Libya'dan tut Suriye'ye, Irak'a, Afganistan'a çoklu bunların örnekleri, misalları vardı. Aynı zamanda da başka bir şey vardı ki bu muharebe o millet tarafından seçilmemişti. İki devletin apardığı, qaba apardığı polislerin qaba apardığı işlerin sonucunda olan bir muharebeydi ve bunun için de oradaki millet hem öz indi olan sağlıklarından, gələcəklərindən çok korkuldular. Biz de onlar için. Türkan xanım, çox sağ olun bax bu giriş sözü üçün. Ə, Azərbaycan Respublikasında yaşayan bir çox insanların həm bu siyasi establishmentin, həm də cəmiyyətdəki bir sıra vətəndaşların geosiyasi seçimi, geosiyasi tərcihləri az çox bəllidir.
Amma eyni zamanda ə, ə, demək İsrail tərəfindən ən çox hədəfə alınan ə, yerlərdən biri də Güney Azərbaycan şəhərləri idi, Təbriz. Və bu da sözsüz ki, Azərbaycanda müəyyən emosional bir dalğa yaratdı, narahatlıqlara və narazılıqlara səbəb oldu. Ə, Bəs Güney Azərbaycanda bax bu baş verən hücumlar necə qarşılandı? Onlar daha çox ə, mövcud rejim ətrafında mobilizə olundular, yoxsa ümumiyyətlə neytral qalmağa çalışdılar, yoxsa əksinə indiki iqtidara qarşı onların belə deyim, ə, qəzəbi artdı. Hər ikisi də qəzəbi çox-çox artdı millətin. Çünki dediyim kimi İran dövləti illərdir İsraili özünə düşmən bilibdi, Amerikanı özünə düşmən bilibdi və hətta sən orada məktəbə gedirsən də bir çox məktəbdə, yəni uşaq vaxtdan sənə öyrədilən şüarlardan biridir ki, mərg bər Amerika, mərg bər İsrail. Bu da ölüm olsun Amerikaya, ölüm olsun İsrailə deməkdir. Yəni milləti o mentalite ilə böyüdən bir dövlətdən danışırıq, amma eyni zamanda da qazana biləməyəcəyi, çox aşikar bir şəkildə uduzacağı bir müharibəni başlatdığı üçün İran dövlətinin çox qəzəblənirdi, çox əsəbləşirdi oradakı millət. Güney Azərbaycan milləti amma eyni zamanda da İran dövlətini sevməsə də, İran dövlətinin yıxılmasını, getməsini istəsə də, eyni zamanda bunu İsrail dövləti və ya Amerika dövlətləri tərəfindən olmasını da istəmirdi. O iki otun arasında qalmış biz bir millətdən danışırdıq və təəssüflə əslində bütün özlərinin başlatmadığı bir müharibəyə hazır olmadıqları üçün də bir çox insanın artıq İran dövlətini dəstəkləməyə tərəf getdiyini də gördük. Bu da biz İran dövlətini sevirik, ay bizim dövlətimizdir deyə yox, sadəcə dediyim təkin o özlərinin başlatmadığı bir müharibəni istəmədikləri üçün və dünyada artıq bu axır 20 il içərisində iç müharibələrin xarici dövlətlər tərəfindən necə pis tərəflərə çəkildiyini, o iplərin necə oynadıldığını gördükləri üçün özlərinin başlatdığı bir inqilab istəyirlər. Yəni xarici dövlətlərin yox. Və Güney Azərbaycanın da bu bəzi füzələr tərəfindən vurulmasının səbəblərindən biri budur ki, əslində belə düşünülür ki, İran dövləti Güney Azərbaycanı özünə bir qalxan kimi əslində qullanmağa çalışır. Çünki Güney Azərbaycanın oradakı geosiyasi şəraiti çox mühümdür. Güney Azərbaycan həm Türkiyəyə, həm də Azərbaycan Respublikasına gedən bir yoldur. Və İran dövləti bunu çox da yaxşı bilir. Bunun üçün oradakı bəzi hərbi yerlərin olması sadəcə gələcəkdə bəlkə ola biləcək bir önləmdir, olacaq şeylərə görə bir önləmdir. Təbriz aeroportunun vurulması biz Güney Azərbaycanlılar üçün çox böyük bir sürpriz idi, böyük bir şok idi əslində. Çünki hərbi yerlərin vurulması və ya militerinin olduğu yerlərin vurulması ilə bir aeroportun vurulması çox fərqlidir. Əlbəttə bunun da eşidirik, görürük ki, səbəbləri var idi. Oradan da füzələr göndərilməyə çalışılmış və onu durdurmaq üçün bu aeroport vurulmuş. Ancaq orada olan o sivil insanların, o mülki insanların zərbə görməsi bizim üçün çox narahat edici idi. Bu arada da axır olaraq bunu deyim, Azərbaycan Respublikasının İsrailə olan bəyanatı ki, Güney Azərbaycanlılara bir zərbə gəlməsin, Güney Azərbaycanlıları qoruma təkin mesajı bizi əlbəttə ki, çox sevindirdi. Həmişə biz deyirik ki, biz əslində bir millətik, ancaq dövlətlərimiz fərqlidir. Bir Güney Azərbaycan dövləti olmasa da Azərbaycan Respublikasının dövləti bizim də dövlətimizdir. Və biz bunun da görmək, o İngilis dilində bir söz var deyir ki, actions speak louder than words. Yəni bizim sözlə deməyimiz başqa, amma Azərbaycan Bəli. Respublikasının belə bir addım atmağı bizi çox sevindirdi. Türkan xanım, elə bununla bağlı mən soruşacaq idim. Yaxşı ki, özünüz məni qabaqlayıb dediniz. Çox maraqlıdır, çünki xüsusilə Güney Azərbaycanlılar arasında bunun hansı
qəbul olunması, qavranılması da sözsüz ki, əhəmiyyətlidir. Ə, Bax, bu baş vermiş hadisə xüsusilə xaricdəki bir sıra demək İran qruplarını hərəkətə gətirib. Xüsusilə bu monarxiya tərəfdarları olan partiyalar və sair bunlar fəallaşıblar. Bu İran rejimi Məhsa Əmini etirazlarından birtəhər salamat çıxa bildi. Yadındadır ki, biz o vaxtda biz danışmışdıq, bir iki il əvvəl. İndiki müharibədən də ə, zəifləmiş halda ola bilsin çıxdı. Amma siz nə cür görürsünüz? Bu rejim nə qədər öz hakimiyyətini saxlaya bilər? Hər hansı bir dəyişiklik və sair üfüqdə görünürmü? Və bu dəyişiklik ölkə daxilindənmi olacaq? Yoxsa həqiqətən də hansısa xaricdəki bu İran partiyaları və sair gəlib öz hakimiyyətlərini bərqərar eləyə bilərlər? Biz bu suala əslində bəlkə Məhsa Əmini protestoları vaxtı soruşsaydınız, cavabım çox fərqli olardı. Ancaq axır bu savaşdan sonra Pəhləvi ailəsinin elədiyi rəftar, Pəhləvi ailəsinin özəlliklə İsrail dövləti ilə olan yaxınlığı və İsrail dövləti ilə olan o əməkdaşlığı göz önündə tuttuğumuz üçün məncə İran dövlətinin əslində çox böyük bir zərbə yedi. Bunun üçün ki o monarxiya şahsı olan insanlar çox uydu. Ancaq bu axır müharibə vaxtı İran millətinin biz müharibə istəmirik deyə şahın oğlunun gəlib Twitterda və ya digər müsahibələrində aşkar demək ki, gəlin çıxın eşiyə, gəlin bir inqilab yaradın, ayaqlanın. Bu onun məncə tərəfdarlarını itirməsinə çox böyük səbəb oldu. Eyni zamanda da bəlkə əslində İsrail dövlətinin biz hərbi gücünün çox böyük olduğunu bilirik. Çox əslində bir military perspektivindən məncə gözəl bir operation qabağa apardılar. Ancaq o sosial baxımından düşündüyümüz zaman bəlkə o alliance var idi ki, gedib Pəhləvilərlə bir iş görmək bəlkə onlar üçün bir uğur deyil idi. Bütün Pəhləvi ailəsinin neçə dəfələrlə millətə deməyi ki, gəlin çıxın eşiyə və millətin buna heç reaksiya verməməsi içəridə mənə də bunu göstərirdi ki, diasporada olan o şahsılarla İran millətinin tamamilə mən burada danışıram, sadəcə Güney Azərbaycanlılar yox. İran millətinin arasında böyük dağlar vardı, qopuqluq vardı. Onun bəlkə Pəhləviləri dəstəkləyənlərin daha çoxunun diasporada olduğunu görürük, amma içəridə olan millətin əslində Pəhləviləri istəmədiyini görürük. Burada dediyim təkin onların neçə dəfə ayaqlanmağa çağırdıqları, ancaq millətin buna reaksiya verməmələri və millətin əslində bundan narahat olduğunu ki, mən özümün başlatmadığı bir müharibəni, özümün başlatmadığı bir inqilabı istəmirəm deməsi əslində məncə gözəl oldu. Çünki bəzi o şahsı olan insanlar həmişə yadlarından çıxır ki, şah dövründə o monarxi olan zaman vəziyyət o qədər pis idi ki, millət inqilab elədi. Yəni bu fakt məncə çox insanın belə gözündən qaçır. Deyir belə ki, hə, şah zamanı hər şey çox yaxşı idi. İndi şah gəlsə, bütün başımıza hicab taxmayacağıq, hər şey daha yaxşı olacaqdı. Təəssüflə bunu başa düşmürlər ki, bir dövlətin, bir millətin yaxşılığı, başaçıqlığı və ya alkol içib içməmə deyil, ondan daha böyük, ondan daha mühüm mövzular vardı və onun dışında da biz o şahçıları və ya o Fars millətçiliyini keçsək də o monarxiya heç bir zaman azlıqlar içərisində bu istər Güney Azərbaycan milləti olsun, istər Ələhbaz milləti olsun, istər Kürd milləti və ya Bəluç milləti olsun, bu azlıqlar arasında heç bir zaman bir dəstək almayıb və almayacaqdı da onların yaratdığı o şərait, tökdüyü qan, kitablarımızın yandırılması, o qırğın salınmağı heç birimiz yadımızdan çıxmayıbdı və çıxmayacaqdı da. Və əgər Farslar həqiqətən bir arada əl-ələ bir mücadilə istəyirlərsə, bunu yaxşı bilməlidirlər ki, Pəhləvilərlə olacaq bir şey deyil. Türkan xanım, son olaraq bir şey soruşum. İndi biz müxtəlif ssenariləri
göz önünə gətirməliyik. Əgər həqiqətən də İranda hansısa bir kataklizm baş versə, ə, yəni xarici müdaxilə nəticəsində və ya daxildən hansısa bir partlayış olsa və s. Belə olan halda Güney Azərbaycanlıları nə gözləyir? Ən böyük onlar üçün təhdid ə, və imkanlar nələr ola bilər? Ee, İki büyük, aslında ne olabilir çok büyük bir sualdı. Yani bu A'dan Z'ye o kadar çok farklı senaryo vardı ki hansına gidebilir. Yani bunu demek hakikaten mümkün değil. Ancaq bəlkə iki təhdid siz soruşdunuz deyə mənim ağlıma gələn birincisi elə İran dövlətinin özüdür. İran dövləti o gücdə qalmaq üçün, gücündən itirməmək üçün öz millətini xərcləməyi, öz millətini qalxan kimi işlətməyi işlədəcəkdir. Bunun üçün də ən böyüyü elə dövlətin özüdür ki, hətta indi biz görürük İsrail və İran arasında olan o müharibə bəlkə dayanıqlı, stabil olubdu, artıq o qədər bir şey yoxdur o ateşkəsdən dolayı. Ancaq aynı zamanda da həmin İran dövlətinin yüzlərlə insanı həbsə atıb, sən İsrailin casussan dediyini yaxşı görürük. Öz millətini bu axır 2 həftə içərisində neçə nəfər insan öldürülübdü İran dövləti tərəfindən, edam edilibdi. Sən İsrail casussan deyə və bunu kanıtlamaq təkin o due proses yoxdur təəssüflə. Elə xoşuna gələni edam edir təkin bir dolayda o durumdayıq. Onun üçün birinci o İran dövlətinin özüdür. İkinci bir məsələ də vardı ki, xüsusilə Güney Azərbaycan torpaqlarında olan bəzi terrorist qruplar vardı, bəzi silahlanmış, əsləhələnmiş qruplar vardı ki, bilirsiniz Güney Azərbaycan Milli Hərəkəti heç bir zaman əlinə əsləhə almayan bir sosial hərəkətdir. Həmişə sosial olan bir hərəkətdir, bir milli hərəkətdir. Millətin öz iradəsi ilə elədiyi bir hərəkətdir. Digər dövlətlərə və ya digər qurumlara maşa olmayan bir hərəkətdir. Ancaq bunun dışında bəzi gruplar vardı ki, misal olarak PEJAK bunlardan biridir. Onların əsləhəli olmaqları, onların bəzi Güney Azərbaycan torpaqlarına göz tikməkləri bizi çok narahat eden, tedirgin eden meselelerden biridir. Onun için bir de bir şeyi ben aydınlatmak istedim. Burada ben dediğim Güney Azerbaycan'ın içerisinde yaşayan, milli olarak Azerbaycanlı olan ancak etnik olarak Kürt olan ben insanlardan danışmıram. Ben burada hususi olarak o terör gruplarından danışıram. Onların çok büyük tehdit olması ve dediğim tekin onların silahlı olması veya bazı harici güçler tarafından kullanılması ve bu sadece harici güvveler değil, aynı zamanda İran devletinin özü tarafından da kontrol edilen bazı kurumların olması, terörist grupların olması bizi çok endişelendirir. Türkan xanım, çox təşəkkür edirəm bu maraqlı söhbətə görə. Ə, Ümid edirəm ki, gələcəkdə yenə də danışmaq, söhbətləşmə imkanımız olacaq. Bir daha çox sağ olun. Ben teşekkür ederim gördüğünüz güzel işler için. Sağ olun. Sağ olun.